Müəllim Birliyi Tədris Mərkəzi Səmid Kazımlı. Deməli, qarşımıza belə bir sual çıxıb. Kubun tam səthinin sahəsi 3/6 olarsa, həcmini tapın. 11-ci siniflərin buraxılış imtahanına düşə bilər. Blokada düşə bilər, sadə sual kimi buraxılışa da düşə bilər. Əvvəla, kubun bütün tərəfləri nədir? Kubun bütün tərəfləri kvadratdır. Kvadratın sahəsi a kvadratdır. 6 dənə üzvü varsa 6a kvadrat oldu tam səthinin sahəsi. O nəyə bərabərdir? 3-cü dərəcədən kök altı 6 yazdım. İndi a kvadratını tapmaq üçün a kvadratı bərabərdir. 3-cü dərəcədən kök altında 6-nı nəyə bölərəm? 6-ya bölərəm. O zaman a nəyə bərabərdir? Kökün altında 3-cü dərəcədən kök altında 6 böl nəyə? 6-ya. Kubun həcmi nəyə bərabərdir? A kubuna. Bərabərdir. Yazıram. Kökün altında 3-cü dərəcədən kökün altında 6 böl 6-nın bütöv mötərizədə nəyi? Kubu. Çünki A-nı mən bu ifadədə tapmışam. O da bərabərdir. Kub gəlir durur buranın üzərində. 3-cü dərəcədən kökün altında 6-nın kubu hər birinin üstünə dayanır. Bir də 6-nın kubuna. Bərabərdir. Kökün altında. Bu işlər kökə apardı, qaldı 6. Burada 6-nın kubu qalıb da. Yazıram 6-nın kubu. 6-nın kubu ilə 1-i getdi. Olur 1 bölünsün 6-nın kvadratı. Bərabərdir. Kök altında 1-dən 1 çıxır. 6-nın kvadratında da 6 çıxır. Deməli, doğru cavabımız nə oldu? Kubun həcmi V bərabərdir. 6-da 1 olmuş oldu.